Azərbaycan ordusunun əskəri vəfat edib. Doğru xəbər Azərbaycan Unikala istinadən xəbər verir ki, hadisə Yevlax rayonunun ərazisində yerləşən Ensaylı hərbi hissədə qeydə alınıb. Belə ki, Müdafiə Nazirliyinin Ensaylı hərbi hissəsində xidmət edən əskər 2006-cı il təvəllüdlü Xətai Fərahim oğlu Məmmədovun meyidi hərbi hissənin idman meydançasında aşkarlanıb. Qeyd edək ki, mərhum əskər 2 ay sonra tərxis olunacaqdır. Bakıda motosiklet qəzası ölümə səbəb olub. Hadisə Suraxanı rayonunun Zığ qəsəbəsində qeydə alınıb. Belə ki, 18 yaşlı Məhəmməd Ovçiyev sükan arxasında olduğu motosikleti yolun kənarındakı səkiyə çırpıb. Qəza nəticəsində gənc elə hadisə yerindəcə ölüb. Faktla bağlı araşdırma aparılır. Lənkəranın Kərgəlan kəndində isə 2 nəfərin ölümü ilə nəticələnən dəhşətli qətl törədilib. İlkin məlumata görə 1956-cı il təvəllüdlü Sərhad Məmmədov ov tüfəngi ilə həyat yoldaşını güllələyərək öldürüb. Daha sonra o, eyni silahla özünə atəş açaraq həyatına son qoyub. Baş vermiş faktla bağlı araşdırma tədbirlərinə başlanılıb. Cəllabadda 2 mərtəbəli evdə yanğın olub. Yanğın Buravar kəndində kənd sakini Amil Abdullayevə məxsus evdə qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xüsusi qüvvələri cəlb olunub. Yanğın qısa müddətdə evi bürüdüyündən bütün səylərə baxmayaraq ev tamamilə yanaraq yararsız vəziyyətə düşüb. Bildirilir ki, ev sahibi ailəsi ilə birlikdə qonaq getdiyindən hadisədən gec xəbər tutublar. Hadisə zamanı xəsarət alan olmayıb. Baş vermiş olayla bağlı araşdırma aparılır. Şamaxı rayonunda güclü 3,9 bal gücündə zəlzələ olub. Bu barədə Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Bildirilib ki, yerli vaxtla saat 05:07-də Qobustan stansiyasından 35 km cənub-qərbdə Şamaxıda 3,9 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin ocağı 2 km dərinlikdə yerləşib. Yeraltı təkan episentrə yaxın yaşayış kəndlərində 4 bala qədər hiss olunub.